Salam əziz izləyicilər, əziz şagirdlər, əziz abituriyentlər, xoş gördük sizləri. Bugün sizinlə demək 2025-ci il test toplusundan ə, tam cəbr ifadələr bölməsində bir sualın izahına baxacağıq. 22-ci sualın izahı. Tamam, baxam deyir ki, bu çox ədləni deyir, vuruqlara ayıranda bu şəkildə olur. Yəni bu ifadələrin bir-birinə bərabər olması deməkdir. Biz buradan B çox ədlisini tapmaq istəsək, deməli A üstü 6 minus 5A kubu minus 24 bölünsün. Demək məxrəcdə A kubu plus 3 vurulsun A minus 2 şəklində olur. Biz bu çox ədləni demək kəsrin sürətində olan çox ədləni vuruqlara ayırmalıyıq. Bunu vuruqlara ayırmaq üçün baxın belə bir üsuldan istifadə edə bilərik. A üstü 6-nı, yəni A kubu kimi ayırsaq, 24-ü, yəni mənfi 24-ü də mənfi 8, 3 kimi düşünsə, yəni hasili mənfi 24 eləyir. Və bunları bir-birinə vuranda baxsaq, mənfi 8 A kubu, burada da 3 A kubu. Bunların cəmi də göründüyü kimi nədir? Mənfi 5 A kubunu verir bizə. Baxaq. Demək, buradan aldığımızı burada qeyd eləsək, yəni çarpaz götürsək bunları A kubu minus 8 vurulsun A kubu plus 3 şəklində bir ifadə alırıq. Demək, biz bu bərabərliyin ardını gətirib aşağıda yazsaq, görərik ki, bərabərdir olacaq. Deməli, yuxarıda olur A üstü 8 minus, üzr istəyirəm, A üstü 3 minus 8 vurulsun A kubu plus 3 bölünsün. Məxrəcdə yenə də A kubu plus 3 vurulsun A minus 2 şəklində bir ifadə alırıq. Tamam, baxaq burada müəyyən ixtisarlar gedir burada. Baxağın A kubu plus 3 ilə A kubu plus 3 gedir. Yuxarıda A kubu çıxaq 8-i də kublar fərqi düsturundan istifadə edib vuruqlara ayırsaq A minus 2 vuraq A kvadratı plus 2A plus 4 bölünsün A minus 2 şəklində olur. Bəli, burada da A minus 2-lər gedir. Qalır A kvadratı plus 2A plus 4. Bəli, burada da bizdən B çox ədləsinin əmsalları cəmi soruşur. 1 plus 2 plus 4 bərabərdir 7 eləyəcək. Diqqətlə izlədiyiniz üçün təşəkkür edirəm.